Herkese salam dostlar. Bugün də sonuncu videola qarşınızdayım. Həmişə bugün də yeni video deyirdim, amma bugün sonuncu videoyla qarşınızdayım. Bunun səbəbi bəzi belə deyək problemlər var idi və onları həll etmək üçün məcbur kanalı satmalı oldum. Yəni pula ehtiyac var idi. Kimsə deyəcək pula görə satır da, düz deyir. Pula görə satdım çünki pula ehtiyac var idi. Yəni borc var, onu bağlamaq üçün. Məcbur bu yola əl atdım. Yəni kiminsə xətrinə dəydimsə və yaxud da kimsə nəsə bir pis bir hərəkətim oldusa, hamısından üzr istəyirəm. Halallığınızı verin, yəni halal edin. Sonuncu videodur, artıq bundan sonra yolları ayırırıq uşaqlar. Ümid edirəm ki, hamınız belə deyək, sağlıqla qalacaqsınız, hamınız öz yolunuzu tutun. İnşallah həyatda sizlərə uğurlar arzulayıram. Mənsə ola bilər, nə bilim, bəlkə nə vaxtsa bir də hansısa başqa bir kanalda görüşərik deyə bilmərəm. Amma bu sonuncu video idi mənim üçün və buna görə sizlərin hamınıza təşəkkür edirəm. Yeni sahibinə də uğurlar arzulayıram. Yeni sahibi də sizlərlə qaldığı yerdən videolara davam edəcək. Sizlər üçün əlindən gələni o da əsirgəməyəcəkdir. Nə bilim, bu da belə qismət beləymiş. Hamınızı çox sevirəm uşaqlar. Sağlıqla qalın.